test 2. And at the same time, you'll see my general approach to some reading questions and etc. Sorry for my voice beforehand for today. So let's get started without losing any time in this case. So as we have always done, guys, before starting to work on the questions, we need to look for the keywords. For example, like these ones can be our keywords, or these words, like the words, let's say, which start with capitalized letters, or the years, the numbers, and etc. For example, 17th century, this one, this one. Or here, let's look for example, this one can be our keyword. This name can be our keyword. This one can be our keyword. I'm just looking for keywords right now. Then let's look for it together. So Preston Hills, for example, we can look for his name. It's here, as you can see. This should be before it, so we will look for these words right now. So if you see, just inform me, so we'll know its location as well. Most probably before this one, Timber Post. Here. Yeah. And here, this word can be our keyword. For example, I'm just looking for nouns, okay? Some nouns. That's here. So let's look for some keywords. For example, Wales, as you can see here. Wales is here. Our builders, archaeological, sledges and rollers. These words can be my keywords. So let's look for them. By the way, if you see them, just inform me. Archaeologists is here, as you can see. Sledges and rollers, they are here. So Wales, it should be after it. But I couldn't find it here, maybe in the next paragraphs. 17th century Celtic, these ones can be our keywords, as you can predict. So here, here, and 1960s, as you can see. Let's look for it as well. That's here. Then true, false, not given. This word also can be our keyword, by the way. By the way, I have already seen it before. Let me look. Maybe I'm mistaken. If I'm not mistaken, we saw it somewhere. So, here. Yes. It should be before this number, as you can see. So let's look for it as well. I think that's it, yeah. Then let's look for this name. That's here. Then here, for example, this name can be found. Oh, where is it? Not here. Here, this one. Yeah. And for example, here, different groups of people, maybe objects, they can be our keywords. So let's look for it. Objects, for example. I couldn't find it here. Historians. Okay. Like Arzu Hanım, yeah. why in the 12 questions Stonehenge not our keyword? Don't hedge. Where is don't hedge? Stonehenge. Yes, Stonehenge in all the questions. Can you see? In 12, 13, 11, the total passages about it. That's why it cannot be our keyword. Did you understand? It is everywhere. Her yerde. yes, yes. Okay, perfect. So then we have already found the locations of all the questions. Then let's start working on them. Let's get started with the first one. Using tools made from. Guys, after what is made from? What does it mean? Neden yapıldı? Neden So we need to hazırlanmış? find the material, right? So let's try to find the material. So it is in this sentence. Can you please find the answer for me?
Deer antlers. Yes. So as you can see here, out of, made from, the same. As we didn't have an article, we need to write either a plural noun or an uncountable noun, as you can predict, right? So this is a plural noun, so it will be our answer. Let's continue with the second one. May have been arranged in deep pits. Okay, deep pits. Okay, here. And again, we don't have any articles. That's why we need either an uncountable noun or a plural noun, as you can predict. So from this sentence, can you please find like a plural or uncountable noun? Something may have been Timber post. timber post. Yes. Yeah. We have one more plural noun, scholars, but it is not possible like scholars may have been arranged. Yeah, it is like it's not correct. That's why timber posts will be our correct answer. Even if without knowing the meaning of the words, you can work on them. So let's continue with three. Builders used something. We have already found it here and here. Okay. So builders, that's here. Used, again, we don't have any articles, which means we need either a plural or uncountable noun, as you can predict. Tree So trunk. what? Tree trunks. Tree trunks, yeah. So we have already mentioned that out of means like made from, yeah, the same meaning. So it means they used tree trunks to make them. Mən Perfect. bir sual verə bilərəm. Sure. Məsələn, burada bizdən iki söz yaza bilərik. Ona görə ikinci də məsələn timber post cavab doğrudur, amma Post əgər yaza bilərsən təkcə. earring məsələn var da, mən bilmirəm timber post yoxsa earringdir, amma iki dənə söz yaza Yeah, in this bildiyimə case görə with article, yeah, you can write. But mostly if they haven't added the article by themselves, mostly it isn't written in as an answer. So that's why in most cases, let's say 90%, you will see a plural or uncountable noun. Okay. So let's continue with four giant baskets, for example. Let's look for the word of baskets. Yes. And supersized, which means giant, right? Pulled. What is pull? itələmək. Push. Dartmaq. Dartmaq. Mübtədə ehtiyacımız var da. Nələrsə onları dartıb nəhəng basketlərin üzərində. Again, we don't have any articles. Hypothesis. Just 1 minute. We don't have any articles. That's why uncountable or plural nouns will be written. What do you think? What's the answer? Oxen. Oxen. Hypothesis de var. Öküzlər tərəfindən dartılıb. Okay? By. Kimlər eləyib deyir. So that's our answer. Hı. 5. They were brought from Wales by, yenə article yoxdur, cəm ya da sayılmayan isim. Biz bayağı Wales'ı tapmamışdıq buradadır bu arada. From Wales. Kimlər ya da nələr gətirib, cəm ya da sayılmayan isimə ehtiyacımız var. Nələr tərəfindən gətirilib, tapın bu hissədə. Mən glaciers olan. Glaciers, yeah, buzlaqlar gətirib, yeah. Sometimes students write humans, but it is not humans, as you can see. So that will be our correct answer. Perfect. Let's continue with 17. Here, right? Were Celtic something. Again, we don't have an article. That's why uncountable or plural noun will be written here. Most students write society. But guys, it is in society. So if it was society, here we need in. That's why it is not the correct answer. Its builders were Celtic something. Find what? We need a plural or uncountable noun here. Druids. Yeah, we have just one plural noun. So onlar Celtic mesela rollar idi, məntiqsiz səslənirdi, düzdürmü? Druids is correct, yeah. 7. E artiklı var. Okay. Adjective ehtiyacımız var. Çünki site'dan əvvəl gəlir. 1960'lardan əvvəl olmalıdır. Okay. Many experts. Onu axtara bilərik. Bayaq bunu tapmamışıq keyword olaraq. Buralarda bir yerdə olacaq yəqin ki. Deməli, nə deyir? Deyir ki, çoxlu ekspertlər inanır ki, o nə bilim nə yeri kimi istifadə olunub. Yer, site sözünü axtarırıq. Site burada var.
Okay. So, ground nə deməkdir uşaqlar? Yeraltı. No, it's Tamam. underground is yeraltı. Ground, Yerdir yes. belə. Site'ın sinonimidir. So the answer is Ərazi. Real. bastırılma yeri kimi. 1960'larda that is very easy guys. A kind of. Instead of a kind of they have written here. What do you think? A form. Meg. Yeah. Oh. Ne? A kind of, a form of. So what's the answer right now in this case? Calendar. Calendar. Yeah. So we have true, false, not given questions. Let's get started with 9. We have already found it if I'm not mistaken, but let me just. Okay, that's here. Arzu xanım, bir sualım var. Yes, sure. Biz bu fil və qəpləri işləyəndə, yəni oxuyub tərcümə etməyə ehtiyac var ümumiyyətlə. Mən onu mütləq oxuyuram da, yəni In yoxsa some ancaq belə cases, göstərdiyiniz formalardan getmək olar. in some cases you can need, but in most cases I can say that we can just predict the answers looking at them like this. So try to do it like that. If you see that like you couldn't find in this case, try to translate that part. Okay? Tamam. So let's continue with 9. So here we Arzu xanım, yeah. sorry. Aha. Birinci məsələn true false not given gəlsə, birinci onu eləməli, yoxsa I fərqi yox? usually start with gap filling questions because they're the easiest ones and take less time. So that's why this type of questions are my favorite ones. Okay. So because here we don't need any translation, reading, and etc. But when it comes to true false not given, we need translation. We need to understand. So that it's a little bit more difficult than the previous question type. That's why. So let's look at this. During the third phase of construction, the third phase of construction, that's here, were placed in both the outer areas and the middle. Deyir, həm outer arealardaymış, həm də middle'ındaymış, düzdürmü? İndi gəlin baxaq görək, düzdürmü? Outer, yəni çöl hissəsində olduğu haqqında verilib. Bundan əlavə olaraq middle'dakı nə verib burada? In the center. Central Stonehenge. Bəli. True. Yes. Let's continue with 10. There is scientific proof that. Okay, but adətən belə deyirsə, mətndə verirsə ki, bunu sübutlayan fakt yoxdur, buna aid nə bilim nəsə yoxdur. Adətən elə verirlər mətndə. Scientific proof suallarında. Və adətən false olur. Görək burada necədir. Bluestone and Sandstone. Deyir, eyni yerdə qalıb 1600 bizim eradan əvvəl 1600-cü ilə qədər. Burada məsələ nədən ibarətdir? Tələbələr adətən gedir görür ki, eyni yerdə qalıblar. Bu scientific proof-a heç fikir vermirlər. Gedib turu yazırlar. Mən ona diqqət yetirməyə çalışıram həmişə. Bu buradadır. Görək buna heç sübut varmı? False'tu bence çünkü reposition yazdı. Baxaq hissəsinə. Yeah, repositioned. Nə deməkdir reposition? Yerini Pozisiyasını dəyişib, yerini dəyişib. Yəni eyni yerdə qalmayıb, düzdürmü? False. Bu adamın claim'i yəni iddiası support olunub, yəni dəstəklənib 20-ci əsrin tapıntıları tərəfindən. Gedək o adamı tapaq. Okay, adam buradadır. Görək 20-ci əsrin tapıntıları tərəfindən dəstəklənibmi? 17-ci əsrdə bu adam nəsə irəli sürüb, populyarlaşıb. Amma 20-ci əsrdə verirsə birincisi uşaqlar, demək zid bir fikir verir, düzdürmü? Yəqin ki, false olacaq burada. Deməli, bu adam nə deyib? Bu adam deyib ki, druidlərin olduğunu iddia eləyib. Amma 20-ci əsr tapıntıları deyib ki, yox, bu seltlərdən 1000 il əvvəldən yaranmış bir şeydir. Yəni, onun əksi bir şey deyiblər də. Ona görə cavab false olur. Həm də buradakı however sözü sizə kömək olmuş ola bilər. Aydındır, however'dır, despite'dır. Bu tip sözlər görəndə bilin ki, zid bir şey verir. Məsələn, bir dənə true false not given sualı var. Orada nəsə deyir ki, hasar haqqında bir şey deyir. Deyir ki, hasar milyonlarla dollar dəmicə səbəb olur. Sonra deyir ki, despite dünyanın ən qoruyucu hasarı olması. Amma oradakı qoruyucu sözün bəzən tələbələr tutmur. Tutmasınız belə despite verirsə və əvvəlində mənfi bir şey veribsə, demək sonrasında müsbət bir şey verəcək. Ona görə də bu tip sözlər sizə də həmişə kömək olsunlar.
Keçi 12-ci suala. Deyir obyektlər hansı ki Stonehenge-də discover olunublar, indicate eləyir ki, it was constructed by a number of different gruplar tərəfindən. A number of different gruplar tərəfindən hazırlanıb. Different groups of people burada hələsində o deyil. Object söhbətini görməmişəm bir dəqiqə. Bones, tools, and bunlar ola bilərdi obyektlər, düzdürmü? Deyir to support this hypothesis. Hansı hipotezis? Gedək əvvəlki cümləyə baxaq. Several distinct tribes of people. Nə deməkdir several distinct tribes of people? Tribe nə deməkdir? Çox işlənən bir sözdür. Qəbilə. 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 Bir neçə fərqli qəbilədən olan insan. Yəni different qrupdan olan insan da düzgün məna verir, düzdürmü? Burada da deyir ki, support eləyir də, yəni seem to indicate eyni məna verir. Cavabımız nə olacaq onda sizcə? True. True. Yeah, okay. Gecə 13-ə. Bu adamın teorisinin tənqidi, Stonehenge haqqında olan teorisinin tənqidi has come in from digər astronomlar tərəfindən gəlib əsasən. Gəlin görək ümumiyyətlə tənqid astrologiya haqqında nəsə veriblər. Amma like tənqid onlardan gəlməsi haqqında nəsə görmədim. So cavabımız nə olacaq onda? Not given. Okay, devam edelim part 2 ilə. Part 2-də var bizim multiple choice'lərimiz, yes no not given'larımız və bu tip suallarımız. Bu tip sualları mənim sizə önərim odur ki, saxlayın, ən sonda işləyin. Məntiqə əsasən işləyin. Ümumi məlumatınız olacaq mətn haqqında. Bunun əsasında işləyə bilərsiniz. Gedirik yenə yerlərini tapırıq. First paragraph. Second paragraph. Sonra bu gedək bunu axtaraq. Burada. Arzu xanım, siz yəni hər dəfə birinci sualdan keyworddən Bəli, başlamaq bəli. Həmişə birinci keywordləri götürürəm, ondan sonra başlayıram işləmə. Onda daha rahat irəliləyir steplər. First paragraph. Hansısa sual tapa bilmirsənsə, gedirsən işləmədiyin paragraflardan axtarırsan falan. Daha rahat olur ona görə. 6-cı paragraf. Burada. İndi baxın. True false not given'ı sonrakılarda axtaracağam. Gedim qəşəng bir söz tapım. True false not given'lardan tapa bilirəmsə, yox bax. Bariz keyword yoxdur true false not given'larda. Machines götürə bilərik. Moral decisions mənəvi qərarlar mənasını verir. Silikon götürə bilərik. Sonra machine yenə var burada. Yəqin ki olmayacaq. Okay, gəlin onda silikonu axtaraq elə birincisi. Moral bayaq görmüşdük ya sualda yanımızda. Burada. Daha sonrası keçir silikonu axtarıram indi. Silikon. Burada. Keçirəm buna. Independence. Restricted, limiteddən adətən əvəz olunur mətndə həmişə. Gedək. Okay. Depriving nə deməkdir uşaqlar? Məhrum qoymaq da, düzdür? Yəni restricted deyə bilərik əslində. Independence. Okay, bu hissə burdadır yəni. Keçə bura. Best interest, work together. Work together, cooperate, collaborate. Bu şəkildə paraphrase eləmiş ola bilər. Okay. Cooperative. Okay, bunu da tapdıq. Bunu saxlayıram. Gedə başlayaq. Birinci paragraf. Mən ümumiyyətlə multiple choice suallarını sevirəm. Nə edirəm? Gəlirəm birinci paragrafı özüm üçün tərcümə etməyə çalışıram. Deyir biz indi AI-ın 10 illiyində yaşayırıq. Onun təəccübləndirici xüsusiyyətləri var filan. Chess oynayan AI nəinki yəni insan chess playerləri udur, hətta bütün keçmiş insanların proqramlaşdırdığı chess maşinlərini udur və oyunu sadəcə 4 saata öyrənəndən sonra. Bu deyir dünənin xəbəridir, bəs növbəti olan bir şey nədir? Bu accomplishmentlər hamısı AI vasitəsilə, narrow AI adlandırılır eyni zamanda. Hardakı maşınlar perform edir yüksək ixtisaslaşmış tasklarda. Amma ekspertlərin çoxu inanır ki, bu restriction limitdir, yadında saxlayın, limitation. Bu limitlər temporarydir, yəni müvəqqətidir. Orta əsrlərə qədər bizim artificial general intelligence'imiz ola bilər, machines that achieve human level. Hansı ki, insan level performansa çata bilər. Bütün tasklardakı biz eləyirik. İndi gəldim bura və bunlara true false not given məntiqi ilə yanaşmağa başlayıram.
Deyir ki, A variantında çətindir proqnoz eləmək, AI necə inkişaf eləyəcək. Çətindir, asandır, heç bir şey görmədim bu haqda. Ona görə not given götürəcəm. Deyir ki, AI-dan çoxlu şey öyrənilə bilər. Bu haqda demir, öyrənilə bilər falan filan. Bu da çıxdı. The future is unlikely to see limitations on the capabilities of AI. Deməli, limitations'ı neydən əvəz eləmişdi? Restriction'dan Restriction. əvəz eləmişdi. Temporary də deməli, müvəqqəti də, yəni gələcəkdə limitation olmayacaq. Hətta xatırlayırsınız, belə bir cümlə oxuduq, insanların bacardığı hər şeyi eləyəcəklər. Yəni, bacarıqlarında limit olmayacaq. So, cavabımız olacaq artıq C variantı bu sual üçün. Okay. Davam edirəm 15-ci sualdan. Keçirəm bura. Deyir ki, there is little reason to think it will stop there. Deyir, çox az səbəb var ki, biz düşünək ki, orada dayanacaq. Maşınlar, constraint yenə limitation deməkdir, yadınızda saxlayın, restriction. Amma maşınlar deyir ki, sahib olmayacaq fiziki limitlərə insan intelligence üzərində. Bizim brainimiz yavaş biokimyəvi prosesləri sürətində olur. The power of light bulb and və onun ölçüsü limitlənib ölçülər tərəfindən, human birth kanalı tərəfindən. It's remarkable what they accomplish given the handicaps, but they may be as from the physical limits. Okay, deyir ki, yəni onlar, məsələn, deyir ki, Webb Space Teleskopu bizim gözümüzdən yaxşı deyil. O da deyir ki, bizim limitlərimizi aşa bilər falan filan. Bundan danışır. Elə A olacaq. Deyir ki, machines will be able to outperform humans. Outperform nə deməkdir? Üstələmək, daha yaxşı performans göstərmək. Deyir ki, izah edir ki, maşınlar nəyə görə insanlardan daha yuxarı performans göstərəcək? Çünki fiziki constraintləri, yəni limitationları, yəni restrictionları olmayacaq. Keçirik B-yə. Deyir ki, insanların və maşınların paylaşdığı xarakteristikaları təsvir eləmək, paylaşdığı bir şeyi təsvir eləməmişdi. Maşınların development haqqında məlumat vermək yox. Deyir ki, insanların ən advanced olduğu şeylər haqqında ən advanced belə bir şey yox idi. Ona görə də elə cavabımız olacaq A variantı. Görürsünüz, optionu başdan oxumuram. Gedirəm, paragraf oxuyub, sonra gəlib baxıram. Gəlirəm ki, bir də bilmədiyim sözləri keçirəm, yəni bildiyim sözlərindən sadəcə tərcümə edirəm. Deyir ki, maşınlar daha yaxşıdırlar bizdən dizayn eləyərkən, hətta daha ağıllı maşınları. Progress, yəni deyir, bu limitlərə doğru olan progress accelerate-dəki, yəni sürətlənə bilər. Bu bizim üçün nə mənanı daşıyır? Coexistence deyir ki, biz əmin olmalıyıq bir təhlükəsiz və dəyərli bir yerdə mövcud olmağa bu maşınlardan. Müsbət tərəfdən AI yəni artıq faydalıdır çoxlu şeylər üçün. But the more powerful, AI nə qədər powerful olursa, eyni zamanda o qədər önəmli olur ki, qolları spesifikləşdirəsən, great care-lə. Folklorda deyir, çoxlu nağıllar var. Ki insanlar kim ki pis, səhv bir şey istəyir, onlar faciəvi nəticələrlə üzləşə bilirlər. Məsələn, Kik Midas istəyib ki, istədiyi hər şey qızıla dönsün. İstəməyib ki, breakfastında da belə olsun da, adam yemək də yeyə bilmirmiş buna görə. Deyir ki, King Midas'ı niyə görə verirdi? To compare different visions of progress to illustrate that poorly defined objectives. Bu olacaq da yəqin ki. Məqsədlərimiz səhv ola bilər, məqsədlərimiz səhv yerə gedə bilər. Cooperation-a ehtiyacı vurğulamırdı, yox, yəni istədiyimizin olmamasından danışırdı. Financial advantage-lərdən də yenə danışmırdı. Ona görə də cavabımız B variantı daha düzgün olacaq bu sual üçün. Okay. Sualınız olanda mənə dayandırıb soruşmağa çəkinməyim bu arada. Keçirəm 17-yə. Challenge çətinliyi deməkdir. 4-cü paragrafda deyir, hansı çətinlikdən danışır. Buradaydıq. Deyir, biz yaratmalıyıq güclü AI maşınları, hansı ki human friendlydir. Bizim dəyərlərimizə uyğun məqsədləri vardı onların. Deyir ki, bunu çətinləşdirən bir şey odur ki, biz özümüz heç human friendly deyilik də. Biz bir-birimizə dəhşətli şeylər edirik və digər creaturelərə, planetdəki digər creaturelərə dəhşətli şeylər edirik. Əgər bu maşınlar deyir ki, bizdən daha yaxşı olmayacaqsa, onda biz təhlükədə olacağıq. Okay, yəni deyir, biz yaxşı deyiliksə maşın necə? Biz heç insan dostu deyilik, maşın necə insan dostu olsun? İndi baxaq.
encouraging humans to behave a more principled way. Like insanlar cəsarətləndir bir daha deyəsə bunu çıxdım. Deciding which values we want to AI to share with us. Yox, vermə daha hansı value'ları AI bizdən bölüşsün. Creating a better world for all creatures on the planet. A better life demirdi. Ensuring AI is more human friendly than we are ourselves. Yeah. Nə demişdi? Demişdi hətta biz özümüz də human friendly deyilik. Maşınlar bizdən yaxşı olmayacaqsa nə edə bilərik və s. Hətta demişdi ki, biz çalışmalıyıq ki, human friendly eləyək, onların şeyləri bizim value'larımızdan olsun. Yəni onlar hətta bizdən də daha human friendly olmalıdırlar. Yəni çünki biz onsuz da təhlükəliyik. Ona görə də burada da cavabımız olacaq D variantı. Okay? Keçid alaq 5th paragrafa, 5-ci paragrafa. Yenə bu hissədədir. Deyir, təhlükəsizlik xatirinə, sevk yəni xətrinə mənasını verir. We want the machines. Biz istəyirik ki, maşınlar etik şəkildə to be ethical as well as cognitively superhuman. Həm etik, həm də zehni şəkildə superhumanlar olsun. Biz istəyirik ki, onlar yüksək mənəvi ground sahibi olsunlar. Daha sonrası luckily they will be smart enough for the job. Deyir ki, onlar uğurlu bir şəkildə çox xoşbəxtlikdən onlar kifayət qədər ağıllı olacaqlar. If there are roots to the work, they will be better than finding them the right. Bu arada bu bunun cavabı deyil. Bir dənə baxım. Neçənci paragraf deyirdin? 1, 2, 3, 4. Okay, bu buna da oxşadı çünki. Gəlin baxaq. Deyir ki, maşınların safety 2 işi olacaq. Safety yox idi burada. It's hard to know which impact machines will have on the world. Hard, easy söhbəti yoxdursa yadda saxlayıb, bu avtomatik çıxırıq. Həmişə it's hard, it is easy söhbətlərində, əgər hard, easy sözlərində danışılmayıbsa o cavab deyil. Machines will be superior to humans. Maşınlar insanlardan daha yaxşı olacaqlar deyir. They will be better than us deyir burada da. Eyni məna verir. Ona görə də cavabımız olacaq C. Təxmin edə biləcəyimiz kimi. Keçək o 9-da. İstəyirəm Arzu xanım, o hard easy məsələsini bir də deyərdinizdə zəhmət olmasın. Əgər sual it is hardla, it is easy ilə başlayırsa, mətndə ama it is hard yoxsa easy olduğunu verməyibsə, cavab o deyil o halda. Okay? Başa Təşəkkür. Aha, Allah. Keçək o 9-cu suala. 6-cı paragrafdan danışır, bu da buradır. Deyir ki, 2 dənə böyük problem var bu utopik vizyon üçün. One of how we get the machine started on the journey. The other. Deyir ki, biz get the machine started on the journey. Necə başlanacaq yəni ki, bu journey? The other what it would mean to reach this destination. Və bu destination çatmaq nə deməkdir? Getting started problemi, yəni başlamaq problemi is that we need to tell the machines what they're looking for after clarity, confident they will find it. Deyir, biz maşınlara deməliyik, kifayət qədər aydınlıqlar ki, biz nəyi axtarırıq və beləliklə biz confident ola bilərik ki, onlar onu tapacaqlar. This won't be easy given that we are tribal creatures and conflicted about our... Okay. Deyir ki, bu asan olmayacaq, çünki biz özümüz hətta öz ideyalarımız haqqında biz özümüz bilirik də, nə edirik elə bil ki. Biz tez-tez ignore edirik. The suffering of strangers, strangerlərin sufferinglərini, hətta ona bəzən töhfə veririk, bizdə rastlı olmasa belə, yəni birbaşa olmasa belə. Do we point machines in maşınlar, yəni maşınları düzgün yolda istiqamətləndirə biləcəyimi? More intelligent machines will result in greater abuse. Power and abuse haqqında nəsə yox idi, çıxdıq. Machine learning will share very few features with human learning. Few yoxsa çox olması haqqında nəsə verməmişdi. A limited number of people with the knowledge to program machines. İnsanların sayı haqqında bizə heç nə verməmişdi. Deyir ki, human shortcomings will make creating the machines we need more difficult. Ya, insanların çatışmazlıqları maşını yaratmağı çətinləşdirəcək. Biz nə dedi? Dedi ki, biz özümüz heç nə istədiyimizi bilmirik. Buradaydıq deyə səsəm bilmirəmsə. Biz heç özümüz nə istədiyimizi bilmirik. Hərə biz bir şey deyirik falan. Bunu deyir, biz necə maşına başa salacağıq? Yəni bizim çatışmayan cəhətlərimiz həmin o maşını yaratmamızı daha da çətinləşdirir mənasını verir bu. Ona görə də o 9-da da düzgün cavabımız olacaq D variantı. Okay. Keçirik yes no not give suallara. Deyir ki, maşınlar hansını ki mənəvi qərar vermək bacarığı olur, bizi qoruyur, təşviq edir interest of our communities. Communitylərimizin maraqlarını təşviq eləməkdən qoruyur.
Gəlin baxaq. Bu hissədədir. Görək nə deyir. To discourage some of the take for granted. Guys, bu söz çox işlənən sözdür. Take something for granted. Nəysə umursamamaq mənasını verir, okay? Deyir ki, maybe expected that we might lose our friends in favor of community. Deyir biz itirə bilərik azadlığımızı communitylərimiz barəsində. İtirə biləriksə prevent us da from promoting the interest. Interest təkcə maraq mənasındakı maraq deyil. Türklər deyirlər, məsələn, bu mənim maraqlarıma xitab edir. Yəni mənim mənafe, yes. Communitylərimizi deyir ki, mənafeyini təşviq eləməkdə bizim mane olacaq da. Interest-in mənası da mənafe mənasıdır. Burada da deyir ki, biz itirəcəyik də artıq bunu. Yəni mane olacaq istər-istəməz. Onda düzgün cavabımız olacaq burada bizim yes. Okay? Keçi 21-ə. Deyir ki, Silicon Police would need to exist in large numbers in order. Bunun deyir sayı çox olmalıdır ki, effektiv olsun. Görək sayı haqqında bizə nəsə verirmi? Okay. Burada few of us, bizim az olmamız haqqında, bizim azımız falan deyirdi. Amma like Silikonun çox olmalıdır, az olmalıdır. Heç də verməyib sayı haqqında. Not give verəcəyik ona görə də. Keçdi 22-yə. Deyir ki, əksər insanlar comfortable'dılar. Independence being restricted by machines. Independenceləri haqqında, hansı ki, limitlərin maşınlar tərəfindən. Yəqin ki, comfortable olmayacaq da, yəni maşınlar tərəfindən limitlərimsə niyə insanlar comfortable olsunlar ki? With depriving some humans of the control presently enjoy. Okay. Deyir ki, biz nə edirik? Biz məhrum qoyuruq insanları, məsələn, həkimləri kontrollarından, hansında ki, onlar indi zövq alırlar. Onlar indi zövq alırlarsa, biz onları məhrum qoyuruqsa, onda onlar comfortable olmayacaqlar da, əksinə uncomfortable olacaqlar, düzdürmü? Ona görə də burada cavabımız olacaq artıq bizim no. 23-ə keçək. Machines act in our best interest. Deyir, əgər biz istəyiriksə ki, maşınlar bizim mənafeyimizdən davransınlar, biz onlarla bir yerdə işləməliyik. Yəqin ki, yes olacaq. Deyir ki, onun bir əməkdaşlıq ruhuna ehtiyacı var. Okay. Qabaqda for our own safety, ya. Öz təhlükəsizliyimiz üçün. Öz təhlükəsizliyimiz üçün onlarda kooperativ şeyə ehtiyacımız var. Yəni, bu da cavabı oldu artıq, yes. İndi uşaqlar, gəlirik bura və bunu artıq təxmin eləyərək eləməyə çalışırıq. Are allocated deyir. Deməli, cəm ismə ehtiyacımız var, düzdürmü? Biz çıxa bilərik bunu. Baxaq indi sualımıza. Deyir ki, AI-ın indi var limitli rolu. Nədəsə, are allocated. Allocated bölünür. Ya da xərclənir, ayrılır. Available resources. In health service. Health service-də, bəli, nə ayrılacaq? Resurslar ayrıla bilər də, düzdür, məntiq olaraq. Ona görə burada C olacaq. Insert something. Certain-dən sonra yenə bizi bir cəm ismə ehtiyacımız olacaq. Biz bunu işlətdik. 3 dənə variantımız qaldı. Such a change would result, for example, not having insert nə bilim də, not having their correct level of. Bəzi nə bilim nələrdə. Bəzi texnologiya ekspertlərində, bəzi xüsusiləşmiş tasklarda, bəzi, gəl ikinci hissəyə baxaq, ona görə təxmin edək istəyirsinizsə. Not having their correct level of something. Yenə, of-dan sonra indiki deyir ki, şeyi yoxdur. Nə bilim, nəyi yoxdur. Görək nəyi yoxdur. İndiki taskı yoxdur, mənasız gəlir. İndiki azalmış xəstəliyi yoxdur, mənasız gəlir. İndiki authority. Authority nə deməkdir uşaqlar, bilirik? Nüfuzdur. Səlahiyyət. Yeah, like səlahiyyət, bəli. Yəni, indiki səlahiyyətlərdə sahib olmaması, o artıq düzgün səslənir. Sən bura iyini yaza bilərik. Deməli, indiki səlahiyyətlərə sahib olmamaq. Nədə indiki səlahiyyətlərə sahib olmamaq ola bilər, məsələn? Tibbi sahələrdə, məsələn, ola bilər. Bəzi tasklarda ola bilər. Bu ikisindən biridir. Hansı daha uyğun gəlir, görəsən? Gəlin, istəyirsiniz, burada artıq mətnə gedək biraz. Yerinə müəyyən eləməyimiz üçün. Deməli, biz burada, məsələn, nəyə götürdük? Resursları falan. İşləmədiyimiz paragraflara baxmaq istəyirsinizsə. Authority buradaydı. Okay. So, bundan əvvəl olacaq o halda. Human capacities. Bu hissədə tapmadım. Başqa işləmədiyimiz hər hansı bir paragraf qalıbmı? Yoxsa yox, hamısını işləmişik.
Bir də burada məsələn tibdən danışırsa, bayaq hardasa tibdən oxumuşduq. Elə bil ki, həkim zad var idi burada. Bura olacaq yəqin. Bu arada AI və UK Health System deyir. UK də buradadır. Yəqin ki, bu hissədə olacaq. Yeah, who use the health system. Health system deyir burada. Sağlamlıq sistemi isə yes, medical olacaq. Bu A. Ona görə də bu da artıq düzgün cavabımız bu sual üçün. Bu da adətən bütün mətn oxuyandan sonra, mətn haqqında məlumatınız olanda, mətnin özətinə əsasən işləməyə çalışmalısınız bu tipli suallar. Okay? Müəllimə, biz 13-dən sonra həmişə gəmisim yazaq. Neydən sonra bir şey cəmisi? Hə, search-dən sonra yes. Okay. Cəmisi yazaq. Burada nələrimiz var? Var gap fillinglərimiz və true false not givenlərimiz. İndi sizdən nə istəyəcəm? Gəlin burada hansını işləyək? Hamısını işləməyəcəyik. Birinci keywordlərini tapırıq da. Məsələn, bu çay bizim keywordümüzdür. Tapdım mı? Yox. Siz görsəz mənə deyin, zəhmət olmasa. Başqa nəyi götürə bilərik? Leonardo da Vinci-ni götürə bilərik. Amma Leonardo hər yerdədir də. Görürsünüz Leonardo İtaliya. Bu yəqin ki, aşağılarda olar, çünki true false-dan sonra gəlir deyən Aha, axırıncı. o da ola bilər, düzdür. İtaliyada falan görsəz deyin mənə. İtalya elə city suppose Italy. Həmin bu şkanın biraz aşağı düşsəz. Eləyəcəm, normalda eləməməliyəm. Tikid o sözdə hələ buradaymış. Hə. Daha. Siz eləməyin belə bir şey. Okay, bunu burada tapdıq. İndi daha sonrasında başqa, bundan sonra İtaliya söhbətini tapmalıyıq. İtalyan görə Which runs Switzerland into Italy. hansı hissədədir? Görmədim. En yerde. Bütün Evet. öğelerden en iyisi. Paragrafda. Hansı paragrafda? Yuxarıda var idi əvvəlki paragraflarda. Amma bu ardıcılığı izləyir. Yəni ardıcılığı izləyirsiniz sonra. Hə, bu paragrafın Bu paragrafın sonu. Sonu. Son cümləsi. Hə, İtali, yəni düzdür. Keçək bu hissəyə baxaq. Burada bir dənəsi 19-cu əsr məsələn, hə? Götürdük. 19-cu əsr tapdıq. Gedək bunlara baxaq. 500 il. Bir də görürsünüz bunları tapa bilmirsiniz. Gedin birinci true false given keywordləri tapın, qalan paragraflara baxın, daha rahatdır. So, 500-ü bayaq haralardasa bu ərəfələrdə gördüm. A paragrafındaydı deyəsən. Burada deyil. Başqa bir keyword birinci paragrafda sözlə yazılıb. 500 years yazılıb. Ən birinci paragrafda. Birinci paragrafda. Aha, düzdür. Belə. Sonrasında climate götürə bilərik. Challenge. Amma mən daha yaxşı 15-ci əsr. Все, gedək buna baxaq. Burada. Amma 15-ci əsr yəqin ki bu olacaq. Çünki Yuxarıda global Arası. crisis. O 15-ci əsrin aşağısında. 15-ci əsr global crisis. O kriz nəyin? Aha, bunu deyirsən climate crisis. Yəni. Climate, yes. Okay. Sonrasında gedək buna challenge bilirsiniz çətinliklər deməkdir. Climate crisis bu arada buradadır elə birbaşa. Daha sonra 15-ci əsr burada çətinliklər də buradan danışacaq yəqin. Problems gördünüz. Okay. Daha sonrasında poor town planning və bu sözü tapmaq yəqin ki asandır və bunu da tapmaq asandır və bunu da tapmaq asandır. 15-ci əsrdən sonra gəlməlidirlər. Yəqin ki bundan da bunu tapdıq bu arada. Sonra poor town planning. Bu arada bu da burada. Yenə poor townlar axtaraq. Urbanism. Moment. Okay. Yəni təxmini tapdıq bunun yerində. Bu burada da var bu arada. Amma düşünmürəm ki bu artıq olsun. Bəli, Leonardo da Vinci rekordu var idi bu adamın. Dizaynlarının rekordunu saxlayırdı. Gedək baxaq Leonardo. Biz axırıncı farda tapdıq sözləri. Piazza falan var idi burada. Design, yəqin ki bu hissədə olacaq. Şey deyirdi. Design'a baxın, notes and sketches. Okay, bu da buradadır. Tamamdır. Tapdıq yerlərini.
İndi gəlin birinci biraz gap fillinglərini məndən bir yerdə işləyək. This was to provide better something for trade. Trade nə deməkdir? Ticarət deməkdir, düzdürmü? Gedək buradan trade söhbətini axtaraq bu hissədə. Just one minute, guys. Okay. So, nə axtarırdıq? Trade, bir də başqa məsələn less polluted environment. Nəsə environment haqqında da bir şey götürə bilərik eyni zamanda. Okay. Urban design. Hələ də environment axtarıram. Trade. Yes, maybe this one. Don't think so, to be honest. Less polluted niyə bunun yanında değildi? Bir də baxaq. Çirklənmə, karbon dioksid, hər hansı bir şey görsək. Təmiz urban spacelər. Yəni daha az çirklənmişiz. Eyni mənanı verir. Transport of goods nə deməkdir? Məhsulların daşınması. Yəni, Trade deməkdir. Transport. bəli. Transport. Better nə olacaq onda cavabımız sizcə? Transport olacaq, bəli. Çünki nəyə görə? He designed easy transport deyir. Easy, asan, yəni daha yaxşı. Cavab oldu transport. Exterior of building, yəni bir də tower blocks, bloklar da götürə bilər. Exterior bilirsiniz də çöl, divar, bu deməkdir. Deməli, gəlin baxaq. Okay. Urban design, designdan da outdoor. Outdoor exterior deməkdir də, düzdür, çöl. So, cavab nədir o halda? Staircase. Yox. Staircases, yəni. Okay. 37-yə bax, 36-37-yə baxaq. Təkcə arxitekt deyil, İtalyan, bayaq İtaliya burada. Adam deyir təkcə arxitekt deyildi. O nədəsə ixtisaslaşmışdı və artificial canals, gəlin bunu keyword kimi götürək. Görək artificial canalsdan harda danışır. Artificial canals. Engineering. Elə onun yuxarısında. Demək adam nədə ixtisaslaşırmış? Yəni deyir təkcə arxitekt deyildi, həm də engineeringdir. Okay. Çoxlu şəhərlərdə İtaliyanın dizaynı bugün izləyir bu nə bilim nəyi. Bu hissədə olacaq yəqin ki. Şəhərlər izləyir bu nəyi, tapın. Rule. Bəli. Rule, yes. Followed deyir, düzdürmü? Deməli nə followed olur? Rule. Yəni qayda follow olur. Qaldı bizim son iki paragrafımız. Mən bunu bir dənə elə yox, vaxtımız qalıb. Gəlin bir yerdə işləyək. Leonardo, while some cities from something times. Okay, times dəfələr və yaxud da ki burada vaxtlar da ola bilər. Yəni periods mənasında da işlənmiş ola bilər. 19-cu əsr burdadır. Başqa keyword nə götürə bilərik məsələn sizcə? Death, ölüm. Okay, right. Ölümündən danışır mı burada? Ölümündən danışmır, danışmağına. Gəlin başqa cür. Deyir, bəzi şəhərlər, nə bilim, necə vaxtlardan. Necə vaxtlardan olacaq yəqin ki. Son cümlədə sanki vaxtlardan bəhs edir, həmin ablasının son cümləsində. Son cümləsində. Amma il olaraq verə bilmərik axı. O qalsın növbətisinə baxaq gəlin. Renovation times falan. Nə times? Renovation. Qanı renovation. Həmin o cümlədə elə. Renovation of Paris. Yox, bu Parisin renovationıdır, yəni. Dirçəlməsidir. Okay, ona görə yəqin ki. Tamam. Burada amma some cities deyir, bəzi şəhərlər deyir. Parisdən danışmır axı. Okay. Ona görə də bu yəqin ki düzgün olmayacaq. Some cities dedi deyə, mən baxın cities. Guys, bəlkə belədir. Cities from Flyer, like. Roman. Bəli, Roman mən ola düz bilər. olacaq. Yes. Deyir ki, his ideas were put into, nəsə, is one example redesigned. Redesigned
Okay. Amma bunu bayaq oxuduq. Hansı şəhər idi? Redesign olunmuşdu. Renovation olmuşdu. Hansı şəhərin? Paris. 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 Bəli. Where building, his ideas are also relevant to today's world. Hardakı building no longer seems the best approach. Okay. Okay, this is closely with the urban planning and something. Bir də baxım. Integrate with nature, realization could help modern cities become more efficient. Like become more efficient. Daha efficient ola bilərlərsə, onda hələ ki, yəni the best approach deyil də. Building, nə bilim nə? Building nə? Onu tapaq sizdən bir yerdə bu hissədə. Hiç olabilir mi? Build upwards instead of Okay, deyir əgər upwards tiksək, bu daha yaxşı olar. Onda yaxşı olmayan nədir? Deyir outwards-ı yerinə upwards tiksək yaxşı olar. Onda yaxşı olmayan yəni hansıdır? Outwards. Outwards, yes. Şey. Başa düşdük bunu da. Build-dəki building-də tikmək mənasında işlənib. Gedək yes, not given-lar. True, false, not given imiş, sorry. Nə deyir? İnsanlar Leonardo da Vinci'yə refer elədilər genius kimi ilk dəfə 500 il əvvəl. Baxın, ilk dəfə çox önəmlidir. İlk dəfə mi 500 il əvvəl? 500 il nədən keçib uşaqlar? Leonardo'nun nəyindən keçib? 500 ölümündən. Ölümündən. Amma burada like genius adlandırmalarından, burada da genius adlandırmağından danışılır. Amma nə vaxtdan adlandırılıblar bilgi verilməyib. Onda cavab nə olacaq? Not given. İndiki climate crisis'i predict olunur səbəb olmağa. Baxın, burada nə demişdim? Əgər sualda müqayisə varsa, mətndə də müqayisə olmalıdır. Yəni, baxmalıyıq daha çox ölüməmi, daha az ölüməmi, aydınmı nə demək istəyirəm? Və bu digər xəstəliyin də adını tapmalıyıq eyni zamanda bu hissədə. Bu buradadır. Deməli, bu xəstəlik yayılıb, böyük bir qlobal krizə səbəb olub. Bugün də deyir climate crisis var. Hansı ki, geniş yayılmış bir sorundur. Amma hansında daha çox insan ölüb verməyib də, düzdürmü? Müqayisə mətndə yoxdur. Ona görə də cavabımız bizim olacaq artıq burada. Only reading vəfa. Olacaq artıq bəli. Buradakı kimi bəli, Aytən bu arada şey deyə bilərik, highlight edə bilərik, not given. 29-a keçək. Some of the challenges we face today can be compared to those of earlier times. Bizim üzləşdiyimiz çətinliklərdən bəziləri müqayisə oluna bilər daha erkən vaxtlarda olanlarla. Görək müqayisə oluna bilərmi? Və bugün. Today. Okay. It's only natural to wonder how it might have changed the shape of. Ya, baxın müqayisə edib də müəyyən qədər, yəni compare edib. Yəni bugünkü şeyləri nəzərə alsaq, yəni it's only natural to wonder. Biz təəccüblənərik ki, Leonardo necə might have changed, dəyişə bilərdi modern citylərinin shape-ini və s. Yəni can be compared. Hər ikisini compare edə bilərik. True olacaq orada burada cavabımız. 30-da nə deyir? Ideal city'si 15-ci əsrdə nə edib? Tikilib. Ideal city-ni harda tapmışdıq? Burada. Okay. Adam bunu nə vaxt tikib? Gəlin baxaq. Would remain unfulfilled. Ona görə Unfulfilled, yəni reallaşdıra bilməyib də bunu, düzdürmü? Bəli. Yəni cavab? Doğru. Poor town planning deyir ki, climate change-ə əsas töhfə verəndir. Climate change, global climate change. Poor town planning-i yerinə də nə deyiblər? Unsustainable urban models. Eyni məna verirlər, düzdürmü? True, yes. Sürdürülə bilməyən yəni. Renesans vaxtlarında lokal insanlar savaşırdılar Penzada olan dəyişikliklərə, Penza və Ferrarda olan dəyişikliklərə qarşı. Görə insanlar savaşırmıymış. Burada
Guys, uşaq insanlara savaşmağı, narazı olmağı falan nəsə verib bizə? Verməyib. Verməyib. Hadi ki. Renaissance men pushed forward. Necə? Həmin o Renaissance highlight eləmişsə o cümlədə. Yes. Large scale Ola urban. Deyək ki, gətirib çıxardı large scale urban proyektlərinə İtaliyada. Məsələn, bu Piazza'nın təzədən qurulması, şəhərin yenidən olması, amma insanların local people-ın buna qarşı approach verilməyib. Odur məsələ. Okay. O sizcə baxaq. Nietzsche nədir bilən var aramızda Nietzsche. Səliqəli. Səliqəli. Nice, bəli. Deyir ki, bu Leonardo səliqəli saxlayırdı da bu dizaynlarını falan. Amma disordered yazıb. Yəni Disordered way of working. Ona görə düzənsiz false. imiş, yəni false olacaq. Düzdürmü? Sərgəli yox, əksinə düzənsiz imiş. Hamısını işlədiyimi, buradakilərin hamısını işlədik, buradakilərin hamısını işlədik. Bəli, hamısını bitirmiş olduq məncə. Okay, all are right. Mən bunu eyni zamanda rekord eləyib YouTube'a da yükləyəcəm. Biraz üstündən keçəndən sonra, bir həftə falan keçəndən sonra özünüz işləyib, daha sonrasında da bu formada analiz edə bilərsiniz. Mən bacardığım qədər çalışıram ki, Cambridge-ləri ora getdikcə yükləməyə çalışım ki, siz də boş vaxtlarınızda, yol gedəndə və s. və axır qulaq asasınız və ona əsasən parallel working, necə biz reading-ə yanaşmalıyıq və s. Time managementimizi necə eləməliyik, bu tip məsələlərdə beynimizdəki sualları cavablandırasınız. Gələn həftəki workshopumuz artıq reading haqqında yox, guided listening practice haqqında olacaq. Bir full readingi sizlə bir yer, daha doğrusu listeningi sizlə bir yerdə praktik eləyəcəyik və həmin o listeningin siz işləyəcəksiniz, mən səhvlərinizi izah edəcəm və s. formatında. Sabahki workshopumuz isə task 1 haqqındadır. Sizə proses chartlar haqqında danışacağam. Və həmin o proses chartlarını necə yazmalıyıq və s. onun haqqında da bir yerdə discussion eləyəcəyik sabahki dərsimizdə. Okay. Ola bilsin sabahki dərsimiz bazar günü oldu. Elə olacağı təqdirdə mən sizi günorta saatlarında məlumatlandıracağam. Okay mi guys? Çox sağ olun. Sağ olun. Bugünlük bu Sağ qədər. olun. Hər biriniz ev tapşırıqlarınızı vaxtında submit eləyin və dərslərə qatılın. Hələlik. Sağ olun. Sağ olun. Sağ olun.